Devam mən öncə bunu deyim ki, Allah sənə atıb, Nofər bəyə rəhmət eləsin. Onun ruhu şaddır ki, sənin kimi oğlu var. Bugünkü gün sən halal olsun ki sənə, bugünkü gün sən ailəvə tək başına baxırsan 16 yaşında. Yəni bugünkü gün böyük bir məsuliyyəti öz boynuna götürmüsən. Nəsə bir əziyyətin, nəsə bir sıxıntın olurmu bugünkü gün? İlk öncə onu deyim ki, şükürlər olsun Allaha, həmd olsun Allaha ki, sıxıntım olmur, xalqımız tərəfindən sevilirik. Təbii ki, bu da atanın qoyub getdiyi hörmətdir, izzətdir. İnsanlar unutmur atanı. Həqiqətən çox sevirlər, mənə də ona görə hörmət qoyurlar. Buna görə hamıya təşəkkür edirəm. Mən də həmişə çalışıram ki, atanın ruhunu şad eləyəm, başını uca eləyəm. Atana layiq olmağa çalışsan və layiqsən. Çox sağ olun. Mən bunu da deyim ki, bugünkü gün sənin İrfan TikTokda, sosial şəbəkələrdə trenddədir. Uğurların daha bol olsun. Yeni ifaların olacaqmı? İnşallah, əlbəttə yeni ifalar gələcək, yeni işlər gələcək. İnşallah. Axırıncı son ifa etdiyim Özbək mahnısı Məhəbbət ifam. Həqiqətən də çox sosial şəbəkələrdə çox sevildi, izlənildi. İnşallah yeni işlər, mənim karyeram sənətimə ilə qabaqdadır. Yeni işlər gələcək xalqımız. İnşallah. Uğurların bol olsun. Müsahibə verdiyin üçün təşəkkür edirəm. Sağ ol.